Salam hər kəsə. Bugün mən sizinlə çox maraqlı bir mövzu paylaşacağam. Əslində bir çox insan pəhriz və idmanla bağlı bilə-bilə edə bilməmə problemi yaşayır. Bunun isə kökündə əsasən psixoloji səbəblər dayanır. Mən sizə onun 5-ini paylaşacağam, hansı ki, əsas səbəblərdir. Birincisi motivasiyanın qısa müddətli olmasıdır. Başlanğıcda hədəfiniz tez arıqlamaq kimi emosional olur və davamlı vərdişlər yaratmaq əvəzinə siz tez nəticə gözləyirsiniz. Və ilk həftələrdə nəticə görmədikdə motivasiyanız ölür. İkincisi, daxili müqavimət və özünü sabotajdır, yəni özünü məmnun etmədir. İnsan beynində komfort zonası çox güclü olur. Köhnə qidalanma vərdişlərini və emosional yeməyi tərk etmək çox çətin olur. Şuuraltı olaraq, onsuz da mən bacarmaram düşüncəsi ilə insan özünü məhv edir. Üçüncüsü isə stres və emosional yeməkdir. Stres, əsəb, darıxmaq, hətta sevinc belə çox zaman yeməklə kompensasiya olunur. Yəni, yeməyi acılıqdan deyil, emosiyalarınızı sakitləşdirmək üçün seçirsiniz. Bu da hədəfə yox, duyğuya xidmət edən davranışdır. Dördüncüsü isə perfeksionizm və sərt qaydalardır. Ya tam mükəmməl, ya heç prinsipi ilə hərəkət etməkdir. Məsələn, bir dəfə şirniyyat yeməklə özünüzü günahlandırırsınız və tam pəhrizinizi pozursunuz. Bu düşüncə isə sizi davamlılıq yaratmaqdan məhrum edir. Və nəhayət 5-incisi, özünü dəyərləndirmədə problemdir. Bəzilərimizin şuur altında mən buna layiq deyiləm və ya onsuz da məndə alınmayacaq düşüncəsi olur. Və nəticədə pəhriz və idman cəzalandırıcı bir prosesə çevrilir və motivasiya ölür. Yekun olaraq onu deyə bilərəm ki, arıqlamaq yalnız kalori hesabı deyil, zehni münasibətin dəyişməsidir. Əgər psixoloji bariyerlərinizi qırmazsanız, ən yaxşı proqram belə davamlı nəticə vermir. Və bu psixoloji bariyerləri aşmaq üçün növbəti videonu paylaşacağım, izləyin.